Yəni insan 40 il siqaret çəksin, axırda onu Allah uzaq eləsin, maşın vursun və yaxud da bir avtomobil bir qəzasına düşsün. Kimsə də deyəcək ki, bax 40 il siqaret çəkirdi, siqaretdən ölmədi, dünyasını başqa bir şeydən dəyişdi. Siqaret çəkməyi məsəl üçün deyirəm, misaldır bu sadəcə. Sadəcə üzdə gördüyümüz bir məsuliyyətsizliyidir hardasa, özünə qarşı, öz bədəninə qarşı, öz həyatına qarşı. Bu biridir, nəyə ki biz görürük. Əgər bu varsa, bunun yanında mütləq şəkildə başqa bir şey də var. İçki ola bilər, məsələn, ikinci bir şey kimi və yaxud da özünü sevməmək ola bilər, özünə baxmamaq ola bilər və s. Bunlar hamısı yığılır, toplanır. Axırda insan hansısa bir maşın qəzasında, avtomobil bir qəzasında dünyasını tutam ki, dəyişir. Biz deyirik ki, bax görsən, bəxti gətirmədi və yaxud da qismət və s. Bunlar hamısının nəticəsidir. Bu elə işləyir ki, bunu heç bir sən onu heç cür calaya bilmərsən.